Hamısı dəyişilməlidir bunlar. Çünki uşaqlar burada oynayırlar, məşq edirlər. Stadion uşaqlar. Allah'ın olsun. Girdiler o burcu parka. Bəli, bəli, belə. Hara təmizdir ora. Səliqəlidir qardaş. Bu uşaqlar hələ körpə başa düşür ki, bura bərbad haldadır. Ora abaddır qardaş. Şirvan şəhəri Fariz Zeynullayev küçəsi bina 15-in sakinləri uzun illər bundan əvvəl salınmış parklarının bu günə qədər xeyli müddət keçdiyi üçün yararsız vəziyyətə düşdüyündən şikayətlənirlər. Belə ki, mini stadion, idman qurğuları və əyləncə attraksiyonları tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Hətta bəzi dəmir qurğular naməlum şəxslər tərəfindən parkdan çıxarılıb. Sakinlər Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova müraciət edərək onların da məhəllələrində müasir tipli parkın salınmasını xahiş edirlər. Dəyişilməlidir bunlar. Çünki uşaqlar burada oynayırlar, məşq edirlər. Stadion idi də. Uşaqlar üçün körpə. Əməlli başlı, hə. Nəvələrimiz üçün, balalarımız üçün. Bəli, bəli. Ya baxımsızlıqdır qardaş. Setkalara bax, yaman günlər. Bunu xahiş edirik ki, buna bir əncam eləsinlər. Arxa tərəfdə qurulub da, park qurulub. Görürsün nətər səliqəlidir, qardaş. Hə. Biz də istəyərdik ki, bizim də nədir məhəlləmizdə. Bəli, bəli. Uşaqlar rahat. Körpələr gələndə heç ol. Bura girmir uşaqlar. Allah'ın olsun. Girdiler o burcu parka. Bəli, bəli, belə. Hara təmizdir ora. Səliqəlidir qardaş. Bu uşaqlar hələ körpə başa düşür ki, bura bərbad haldadır. Ora abaddır qardaş. O sırada yəni xahiş edirik, görək indi Allah köməkləri olsun, yuxarıda olanlar. Kömək eləsinlər, hə. Allah ki, Şirvanda başçımız abadlaşdırma işlərlə məşğuldur. Çox yeri abadlaşdırılıb, müzəffirlikdə bölgülür. Bir dənə bizim bu musiqi məktəbinin yanı Fariz Zeynullayev binasının qabağı 15-31-ə olan yerlərdir mənzilə. Park abadlaşdırmağı xahiş edirik. Qeyd edək ki, Şirvan şəhərində bundan sonra da yeni abad məhəllələrin salınması müvafiq ardıcıllığa əsasən nəzərdə tutulduğu bildirilib.